Salamlar, vaxtınız xeyir əziz şagirdlər. Bu videoda sizlərə Güvən Nəşriyyatının təqdim etdiyi riyaziyyat fənnindən natural ədədlər bölməsi üzrə deməli, sadə və mürəkkəb ədədlər, mürəkkəb ədədin sadə qruplara ayrılışından danışacağıq. Diqqətinizə çatdırım ki, natural ədədlər bölməsi böyük bölmə olduğu üçün bir neçə videoda natural ədədlər dərsinin mövzularını izah edirik. Həmin mövzuları siz yuxarıda çıxan kartlardan və yaxud da videonun açıqlama hissəsindəki linklərdən daxil olaraq izləyə bilərsiniz. Dərsimizə keçməzdən öncə diqqətinizə çatdırmaq istəyirəm ki, onlayn dərslərimizə sentyabr ayından başlayaraq start verəcəyik. Odur ki, dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranda gördüyünüz telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək dərsimizə. Sadə və mürəkkəb ədədlər. Nədir sadə və mürəkkəb ədədlər? İlk öncə biz baxırıq sadə ədədlərə. Sadə ədədlər nəyə deyilir? Yalnız vahidə və özünə bölünən natural ədədlərə sadə ədədlər deyirik. Yəni, sadə ədədlərin iki vuruğu olur. İki böləni daha doğrusu olur. Bunlar hansılardır? Gəlin, sadə ədədlərdən bir neçəsini misal göstərək. Məsələn, baxırıq 2, 3, 5, 7, 13, 17 və s. ədədlərimiz var ki, bu ədədlərimiz sadə ədədlər adlanır. Bir ədədi, uşaqlar, bir ədədi nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. İndi baxaq, nədir bu sadə ədədlər? Baxın, 2-nin bölənləri nədir? 2 və 1. 3-ün bölənləri nədir? 3 və 1. Məsələn, 13-ün bölənləri, yəni 13 nəyə bölünür? 13-ün özünə və 1-ə bölünür. Deməli, gördüyünüz bu ədədlərin 2 böləni var. Bu tip ədədlərə biz deyəcəyik sadə ədədlər. Mürəkkəb ədədlər nəyə deyilir? Mürəkkəb ədədlər 2 və daha çox böləni olan ədədlərə biz deyəcəyik mürəkkəb ədədlər. Mürəkkəb ədədlər biz misal göstərə bilərik. Məsələn, 4-ü, 6-nı, 8-i, məsəl üçün 9-u, 18-i, 25-i və s. ədədləri də biz mürəkkəb ədədləri misal göstərə bilərik. Məsələn, 4-ə baxaq. 4-ün bölənləri nədir? 2, hətta 1, 2 və 4-ün özü. Məsəl üçün, gəlin baxaq 9-un bölənlərə. 9-un bölənləri nədir? 9 1-ə bölünür, 3-ə bölünür və özünə bölünür. 18 ədədinə baxaq. 18-in bölənləri nədir? Deyirik ki, 18 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür, 9-a bölünür və özünə bölünür. Gördüyünüz kimi, bu ədədlərin hər birinin 2 və daha çox böləni var. Deməli, bu ədədləri biz deyəcəyik mürəkkəb ədədlər. Dördüncüdə deyir ki, 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Bəli, 2 sadə ədədin hasili mürəkkəb ədəd deyəcəkdir. Çünki biz dedik ki, 2 və daha çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Yəni, məsəl üçün, A ədədi tutaq ki, mürəkkəb ədəddir. A ədədi nəyə bölünür? 1-ə bölünür və özünə bölünürsə əgər, 1-ə və özünə A-ya bölünürsə, deməli, A ədədi mürəkkəb ədəd olmaqdan çıxır, sadə ədəd olur. Amma biz əgər desək ki, A ədədinin mürəkkəb ədəd olması üçün, o zaman deyəcək ki, A həm özünə bölünür, 1-ə bölünür, məsələn, B-yə bölünür, C-yə bölünür və s. ədədlərə bölünür. Deməli, 2 sadə ədədin hasili, sadə ədədlə mürəkkəb ədədin hasili və 2 mürəkkəb ədədin hasili hər zaman mürəkkəb ədədi verir. Doğru cavabımız 4-cü olmuş olacaqdır. Digərlərini özünüz yoxlaya bilərsiniz. İndi isə keçək mürəkkəb ədədin sadə qruplara ayrılışına. Mürəkkəb ədədin sadə qruplara ayrılışı o deməkdir ki, mürəkkəb ədədin sadə qruplarının hasili şəklində göstərilməsinə həmin mürəkkəb ədədin sadə qruplara ayrılışı deyilir. Məsələn, gəlin bir misala baxaq. Deyək ki, 220 ədədinə baxaq. 220 ədədini biz mürəkkəb ədəddir. Sadə qruplara ayrılışını tapmaq üçün kiçikdən böyüyə doğru
bölmə əməlini yerinə yetirəcəyik və kiçikdən böyüyə doğru sadə ədədlərə bölünməsini yerinə yetirəcəyik. Ən kiçik sadə ədədimiz nədir? 2. İlk öncə baxırıq. 220 ədədi 2-yə bölünürmü? Bəli, bölünür. Düşür 110. 110 ədədi 2-yə bölünürmü? Bəli, bölünür. Düşür 55. 55 2-yə bölünmür. 2-dən sonra 3 gəlir. 3-ə də bölünmür. 3-dən sonra isə 5 gəlir. 5-ə bölünmür. Bir dəqiqə. 5-ə bölünür. 5-ə böldükdə düşür 11. 11 ədədi elə özü sadə ədəd olduğu üçün 1-ə və özünə bölünür. Deməli 11 elə 11-in özünə bölünür və düşür 1. Deməli burada 2, 2, 5, 11 220 ədədinin sadə vurultuları ayrılışdır. Yəni biz onda 220 ədədini belə yazacağıq. 220 bərabərdir 2-nin üstündə 2 vurulsun 5 vurulsun 11 şəklində yazılışına biz deyəcəyik mürəkkəb ədədinin sadə vurultulara ayrılışı. Bir misala baxaq. Məsəl üçün 40 ədədinin sadə vurultulara ayrılışına baxaq. 40 ədədinə baxaq. 40 ədədində yenə xətt çəkirik. İlk öncə başlayırıq 2-dən. 2-yə bölünürmü? Bəli, düşür 20. 20 özü də 2-yə bölünür, düşür 10. 10 2-yə bölünür, düşür 5. 5 sadə ədəddir. Deməli özünə bölünür. 5 və 1. İndi biz 40 ədədinin sadə vurultularının ayrılışını yazmaq istəyirsə yazırıq. 40 bərabərdir 2-nin üstündə 3, yəni 2-nin kubu vurulsun 5 şəklində yaza bilərik. Deməli uşaqlar, biz 220 ədədini 40 ədədinin sadə vurultularına ayıran zaman baxdıq ki, məsələn 220 ədədinin neçə sadə vuruğu var? 220 ədədinin sayı 1, 2, 3, 4 sadə vuruğu var. 220 ədədinin 4 sadə vuruğu var. 220 ədədinin 3 müxtəlif sadə vuruğu var. Baxın, bu sözləri testlərdə də düşür, ona görə diqqətli olmaq lazımdır. 3 müxtəlif sadə vuruğu var. Baxaq, məsəl üçün 40 ədədinə. 40 ədədinin 4 sadə vuruğu var. 2 müxtəlif sadə vuruğu var. Biz ümumi halda deyə bilərik ki, burada 220 ədədinin 3 sadə, müxtəlif sadə vuruğu var, yaxud 3 müxtəlif sadə böləni var 220 ədədinin. 40 ədədinin 2 müxtəlif sadə vuruğu var, 2 müxtəlif sadə böləni var. İndi baxırıq, ədədin natural böləni nədir? Buna baxırıq. Deməli, ədədin natural böləni nə olduğunu tapmaq, müəyyənləşdirmək üçün biz məsələn yazırıq, m ədədi tutaq ki, bərabərdir a üstü k ədədinə vurulsun b üstü k şəklində göstərik. M ədədini. O zaman biz deyirik ki, m ədədinin natural bölənlərinin sayını biz böyük k hərfi ilə işarə etsək, belə bir düstur yaza bilərik. K bərabərdir n üstə gələk 1 vurulsun. Burada n yazmalıyıq, k yazmışam. N üstə gələk 1 vurulsun, k üstə gələk 1 şəklində yazarıq. Bu olur bizim m natural ədədinin müxtəlif sadə bölənlərinin sayı. Yəni buna aid bir misala baxaq. Məsəl üçün 40 ədədindən biz bayaq danışdıq ki, 40 bərabərdir dedik ki, 2 üstü 3 vurulsun 5 üstü 1 şəklində göstərdik də bayaq sadə vuruqlarını ayıran zaman. Deməli, burada A-nın yerində 2, N-in yerində 3, B-nin yerində 5, K-nın yerində 1 durur. İndi gəlin müəyyənləşdirək görək 40 ədədinin neçə müxtəlif natural böləni var. Sadə bölənlərini bayaq izah elədik ki, 2 müxtəlif sadə böləni var, yaxud 2 müxtəlif sadə vuruğu var. İndi neçə müxtəlif natural böləni var, bunu yoxlamalıyıq. Bundan ötürü isə biz bu düsturu k bərabərdir n üstə gərək 1 vurulsun k üstə gərək 1 düsturunu tətbiq edəcəyik. Gəlin yazırıq burada. K bərabərdir. Deməli, n-in yerinə durur bizdə 3. 3 üstə gərək 1 vurulsun. Kiçik k-nın yerində isə durdu 1. 1 üstə gərək 1 şəklində yazırıq. Bərabərdir 4 vurulsun 2 bərabərdir 8-ə. Yəni 40 ədədinin 8 müxtəlif natural böləni var. Başqa bir misala baxaq. Məsəl üçün 20 ədədinin görək neçə müxtəlif natural böləni var. Bundan ötürü biz deməli ilk öncə 20 ədədinin sadə vuruqlarını ayırırıq. 2-yə bölünür, düşdü 10, 2-yə bölünür
5, 5 5'e bölünür 1 düşür. Deməli biz 20 ədədini bərabərdir 2 üstü 2 vurulsun 5 üstü 1 şəklində yaza bilərik. İndi düsturumuzu tətbiq edək. K bərabərdir 2 üstü üstə gələk 1 vurulsun 1 üstə gələk 1 şəklində yazırıq. Bərabərdir. Deməli 3 vurulsun 2 şəklində. Bu da bərabərdir 6. İndi baxaq görək 20-nin həqiqətən də 6 natural böləni var. Gəlin bunu araşdıraq. Deməli 20-nin bölənlərini yazırıq. Baxın 20 bölənləri. 20 ilk öncə 1-ə bölünür, düzdürmü? 2-yə bölünür, 3-ə bölünmür, 4-ə bölünür, 5-ə bölünür, sonra 10-a bölünür və 20-nin özünə bölünür. Sayırıq, həqiqətən də 1, 2, 3, 4, 5, 6. Həqiqətən də 20 ədədinin 6 natural böləni var. Əlavə olaraq bildirmək istəyirəm ki, m bərabərdir a üstü n vurulsun b üstü k ədədi üçün biz m ədədinin müxtəlif natural bölənlərinin cəmini də tapa bilərik. Biz bayaqdan m ədədinin müxtəlif natural bölənlərinin sayını tapmışdıq k ilə, yəni n üstə gələk 1 vurulsun k üstə gələk 1 deyərək tapmışdıq. İndi bu tapdığımız natural bölənlərin, yəni k-nın həmin bölənlərin cəmini tapacağıq. M ədədinin natural bölənlərinin cəmini tapmaq üçün isə düsturumuz belə olacaqdır. S bərabərdir a üstü n üstə gələk 1 çıxılsın 1. Məxrəcdə isə a çıxılsın 1 deyəcək. Vurulsun. B-nin üstündə k üstə gələk 1 çıxılsın 1 bölünsün b çıxılsın 1 düsturundan istifadə etməklə isə biz m ədədinin deməli natural bölənlərinin cəmini tapa bilərik. Yəni gəlin baxaq. Biz m ədədini bayaqlar 20 yazmışdıq da, düzdürmü? Yəni məsələn baxaq 20-yə. 20-ni demişdik ki, necə yazmışdıq 20-ni? 20 bərabərdir 2 üstü 2 vurulsun 5 şəklində qeydləmişdik də, yaxud 5 üstü 1 şəklində. Və 20-nin 6 dənə natural böləni olduğunu müəyyənləşdirmişdik. İndi bu natural bölənlərin cəmini tapaq. Natural bölənlərin cəmini tapmaq üçün isə yazırıq belə. S bərabərdir. Deməli, A-nın yerinə 2 durur. 2-nin üstündə n üstə gələk 1, yəni 2 üstə gələk 1 deyəcəyik. Çıxılsın 1, bölünsün 2, çıxılsın 1 şəklində deyirik. Vurulsun. B-nin üstündə isə k-dır, yəni 5-dir. 5-in üstündə 1 üstə gələk 1, çıxılsın 1, bölünsün 5, çıxılsın 1 deyirik. Bərabərdir. Hesablayırıq. 2 üstü 3, yəni 8 çıxılsın 1, 7 və 2 çıxılsın 1, 1 edir. Vurulsun. 5 üstü 2, 25. Çıxılsın 1, 24. Birbaşa yazaq 24. Bölünsün. 5 çıxılsın 1 edir 4. Bərabərdir. 4 dənə 6 ixtisar oldu. Qaldı burada 6. 6-nı da 7-yə vurduqda 42 edir. Deməli, m ədədinin bütün natural bölənlərinin, yəni 6 dənə natural böləni var idi. Bu natural bölənlərinin cəmi ilədi 42. İndi isə baxaq m ədədinin, yəni m bərabərdir a üstü n vurulsun b üstü k ifadəsi üçün m ədədinin natural bölənlərinin hasilinə. Natural bölənlərin hasilini isə biz t hərfi ilə işarələyəcəyik. Yəni t bərabərdir m-in üstündə böyük k, buradakı bu k-dan getmiş söhbət. Böyük k bölünsün 2 düsturundan istifadə etməklə tapacağıq. Məsəl üçün 50 ədədinə baxaq. Görək 50 ədədinin natural bölənlərinin hasili nəyə bərabərdir? Biz 50 ədədinin natural bölənlərinin hasilini tapmaq üçün bizə lazımdır böyük k-nın tapılması. Yəni ümumi halda k nəyə bərabər idi? Dedik ki, düsturumuz nə idi? Natural bölənlərin sayı k ilə işarələmişdik. Dedik ki, deməli n üstə gələk 1 vurulsun, k üstə gələk 1 şəklində demişdik. Deməli, biz 50 ədədinin sadə vurğularını ayırmalıyıq. 50 ədədini
25 vurulsun 2 şəklində deyə bilərik. Yəni 2 üstü 1 vurulsun 5 üstü 1 deyə 5 üstü 2 deyə bilərik. 50 ədədinin sadə qruplarına ayıran zaman biz deməli buradan k-nı tapa bilərik ki, onda k bərabərdir, böyük k bərabərdir. N-in yerinə 1 durur. 1 üstə gələk 1 vurulsun. K-nın yerində 2 durur. Kiçik k-nın üstə gələk 1 bərabərdir. Deməli 2 vurulsun 3 bərabərdir 6-ya. Deməli 50 ədədinin natural bölənlərinin sayı 6 ədəddir. 50 ədədinin indi natural bölənlərinin, yəni bu 6 ədəd natural böləninin hasilini tapmalıyıq. Hasili tapmaq üçün isə biz belə yazırıq. T bərabərdir. Bu üstüdən istifadə edirik. Baxın. T bərabərdir. Deməli, M nədir? M 50. 50 üstündə K bölünsün 2. K nə idi? 6 tapmışdıq. Buradakı bu K, baxın bu K. Bu B-nin üstündəki K-dan getmir. B-nin üstündəki K kiçik K-dır. Bu isə böyük K-dır. Bu düsturumuzda da böyük K-dan gedir söhbət. Böyük K bölünsün 2 şəklində yazırıq. Bərabərdir. 50-nin üstündə böyük K-nın qiymətini biz 6 tapmışdıq. 6 bölünsün 2 edir 3. Yəni 50-nin kubu. Bu da bərabərdir 125 yanında 3 dənə 0. Yəni 125.000 edir. Əziz şagirdlər, bugünkü dərsimiz bu qədər. Növbəti dərsimiz natural ədədlərin ən böyük ortaq böləni və ən kiçik ortaq bölünəni olacaqdır. Əgər dərsimiz sizin üçün maraqlı və faydalı olsa, o zaman videonu bəyənərək fikirlərinizi yaza bilərsiniz. Diqqətinizə bir daha çatdırıram. Onlayn dərslərimizə qoşulmaq üçün isə yuxarıda gördüyünüz telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti videolarda görüşənədək sağlıqlı qalın.